Oy. Qulyabani gələ bilər. Ona görə deyirəm. Hüseyn Rahmi Gürpınar Qulyabani. Əminəm ki, mənlə yaşıd olan çox adamın bu kitabı görən kimi ağlına Süd qardaşlar filmi gəlir, əlaqəsi yoxdur. Bunun içindən bir-iki motivi yerləşdiriblər o filmin içinə və salam. Burada yazıq Muhsinənin həyatından danışırlar. Yetim qızdır, buna deyirlər ki, filan yerdə bir ev var. Sadəcə olaraq onlara dilsiz, ağızsız adam lazımdır. Lal, çar, kör ol. Çox eşitdiyi fikir vermə, gördüyü başqa yerdə danışma, qeybət eləmə, ondan bundan. Başı salaşaq işi gör. Qız da deyir, hə, yaxşı. Aparırlar, qoyurlar evə, məlum olur ki, qız bura ev yiyələrinə yox, cinlərə qulluq eləməyə gəlir. Etiraf eləməliyəm ki, əgər mən bu kitabı oxuya-oxuya gözümün qabağında Kəmal Sunalın, Adilə Naşidin üzü olmasaydı, bu kitabı qorxudan bəlkə də oxuya bilməzdim. O cinlərə, pərilərə görə elə. Amma bütün kitablarda axı belə sataşmağa bir məqam axtarıram. Məncə harasına ilişim. Bu kitabda da belə türk yanıltmacılara gedə-gedə hərfi yanıltmacılar tərcümə olunmuşdu. Bir gördüm ki, qəfil bizim yanıltmacı girdi araya ki, getdim gördüm bir dərdə iki çar, çörtük çırpı var. Dedim, aha, mən tutacam elə buradan, bunu fırlaya-fırlaya maraqlı bir video çıxardacam. Orijinalını açdıq ki, səndə elə həmin anekdot yanıltmac orada da var. Getdim gördüm bir dərdəki kar, kör, çırtıq. Eyni şey orada da var. Həvəsdən düşdüm ki, əşi, nəysə. Bu kitabda sataşmalı nəzə tapmayacağam. Belə əlim ayağım soyumuşdu ki, qəfildən dənizə düşən ilana sarılar, içimi yeyir kimi ifadələri görüb rahatlaşdım.